Salam hər birinizə. Deməli, buraxılışda 9-cu sinifə düşmüş. Gəlin səhv suala baxaq. Mənə deyir ki, həll eləyirik, hamısını tapırıq ki, yan tərəflər 14, 14 və 28-dir, düzdürmü? Biz də deyirik ki, üçüncü tərəf sözə bərabərsizliyinə görə iki tərəfin cəmi ilə fərq arasında yerləşməlidir. Fərqi 0-da cəmi isə 28-dir. Niyə bu sözü deyirik? Gəlin onun məğzini izah edeyim. Deyir ki, burada meyarlara uyğun olaraq mən hesablayacağam. Axı belə bir sözə belə bir figür mövcud deyil. Sən burada hansı meyarı tutursan, olmayan meyarı. Prosta bunu mənim xəttkeşim maksimum 20 sm-dir. Hamısını 2-yə böləcəm, nədən hesablayacağam 7, 7, 14 deyə. Yenə də üçüncü tərəf iki tərəfin cəmi ilə fərqi arasında yerləşməlidir. Baxın, ödəmişəm. Ödəmədim. İndi gəlin, burada xəttlər çəkmişəm. Onları göstərim sizə. Baxın, bu neçə santimetrdir özünüzdə gördüyünüz kimi 7 sm-dən 1 sm, sıfırdan da 1 sm falan əskidir. Onda mənə bağışlayın. Burada 7 sm-dən 1 sm kimi çoxdur. Digərində isə burada isə düz 14 sm, düzdürmü? Verilənlərə uyğun olaraq mən şəklimi seçdim. İndi gəlin, oturacağı saxlayıram, xətt keçirəm. Oturacağı saxladım. Bu düz xəttləri mən maksimum şəkildə çalışacağam ki, üçbucaq şəkli alın burada. Deyəsən, maksimum çalışacağam ki, üçbucaq şəklini alın burada. Baxın, görürsüz? Heç cür ala bilmirəm. Nə qədər eləyirəm ala bilmirəm. Təpəsini birləşdirməliyik 14 sm düzdür. Nə qədər eləyirəm bunu ala bilmirəm. Ya bu formada yarımçıq düşür, ya da gəlir tərəfin yarısına verir. İndi istəyirsiniz xəttləri ölçüm. Xəttləri ölçdüm. Bu 7 sm-dən hətta çoxdur. Çox olmasına baxmayaraq alınmış. Gəlin 7 sm deyim bunu. Baxın görürsüz 7 sm. İndi bunu başına qoydum. Bunu 7 sm ölçürəm. Sıfırdan 7 sm artırdım. Baxın görürsüz maksimum budur. Bunu da mən neynəsəm də birləşdirə bilmərəm. Baxın yarısında dayanır. Belə bir şey olmaz axı. Üçbucaq bu deyil axı. Belə bir üçbucaq mı olur? Mən burada maksimum xarici uzaqlığını göstərmək üçün bu üçbucağı qura bilərəm.